Amerika Birləşmiş Ştatlarının Müdafiə Təhlükələrinin Azaldılması Agentliyi Gürcüstan Daxili İşlər Nazirliyinin Məhkəmə Ekspertizası Departamentinə $733.490 dəyərində triyaj laboratoriyası bağışlayıb. Laboratoriyanın köçürülməsi son 2 ildir agentliklər arasında davam edən layihə çərçivəsində həyata keçirilib. Gürcüstan tərəfi göstərilən dəstəyə görə Amerika tərəfinə təşəkkür edib. Daxili İşlər Nazirliyinin Ekspert Kriminalist Departamentinə Amerika Birləşmiş Ştatlarının Təhlükəsizlik Agentliyi tərəfindən müxtəlif dəlil triyajı laboratoriyası təqdim olundu. Yad və təhlükəli maddələrin müəyyənləşdirilməsində bu laboratoriya departamentimizə daha da yardımcı olacaq. Müdafiə Təhlükəsizliyinin Azaldılması Agentliyi ilə Gürcüstan arasında uzun illərə söykənən səmərəli əməkdaşlıq var. Bugün laboratoriyanın təqdim edilməsi də bizim əməkdaşlığımızın müsbət nəticə verməsinə dəlildir. Departament durmadan çalışır, bu isə bizim bircə işimizə sadiqlikdir. Biz bu departamentlə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.